Salam. Bu videomuzun izahı səhifə 91, 92, 93 və 94-dəki çalışmaların izahıdır. İlk öncə baxaq görək, eyni və müxtəlif işarəli ədədlərin vurulması və bölünməsi zamanı alınan nəticələrin işarəsi necə olur? Yəni, vurmada da, bölmədə də hər ikisində eyni qaydadır. Əgər biz müsbət ədədi müsbətə vururuqsa, elə bizə müsbət verir. Əgər biz mənfi ədədi mənfiyə vururuqsa, yenə müsbət verir. Yəni, iki eyni işarəli ədədin hasili bizə müsbət ədəd verəcək. Amma bir müsbət və bir mənfi bizə mənfi cavab verir. Yəni, müsbət və mənfini bir-birinə vurduqda bizə həmişə mənfi qiymət verəcək. Bölünmə üçün də eynidir. Müsbəti müsbətə böləndə müsbət, mənfini mənfiyə böləndə müsbət, müsbəti mənfiyə və yaxud da mənfini də müsbətə böləndə bizdə mənfi nəticə alınacaq. Bunu həmişə yadımızda saxlayırıq. Qüvvət üstünü də burada qeyd edə bilərik ki, əgər müsbət ədədin həmişə üstü fərq etmir, tək və ya cüt olsun, bizə müsbət verir. Mənfi ədədin qüvvət üstü isə əgər üstü cüt ədəddirsə müsbət, tək ədəddirsə mənfi nəticə verəcəkdir. İndi keçək çalışmaların izahına. Səhifə, deməli, 91-dəki çalışmanın davamı 92-ci səhifədədir. Elə dərs izahından sonra növbəti sualların izahına baxaq. 2 vurulsun mənfi 8-ə. Bu tip fərqli, müxtəlif işarəli ədədləri bir-birinə vurarkən modullarını vururuq və işarə də biz bilirik ki, müsbəti mənfiyə vuranda həmişə mənfi verir. Yəni, fərqli işarəli olduğu üçün bizə onsuz da mənfi qiymət verəcək. Modullarını da, yəni 2 ilə mənfi 8-in modulu da 8, 2 ilə 8 vuranda neçə edir? 16. Mənfi işarəsini yazmaq şərti ilə olacaq mənfi 16. B-yə baxırıq. Mənfi 2-yi 4-ə vuranda 2-ni 4-ə 8. İşarəmizdən baxırıq ki, mənfidir. Mənfi 8. Yenə qeyd edirəm, mənfi niyə oldu? Biri müsbət, biri mənfidir. Müsbəti mənfiyə vuranda mənfi ədəd verir. Mənfi 5-i 6-ya vuranda mənfi 30. 4-ü mənfi 1-ə vuranda mənfi 4. Mənfi 3-ü 3-ə vurduqda mənfi 9. Mənfi 6-nı 8-ə vuranda mənfi 48. Mənfi 10-u 6-ya vurduq, mənfi 60. 8-i mənfi 11-ə vuranda mənfi 88 edəcəkdir. Keçirik ikinci çalışmanın izahına. Cavabı vurma əməli ilə tapın. Bir neçə cavabı təkrar toplama ilə yoxlayın. Baxırıq ki, cavabı vurma bizə toplamalar verilib, mənfi ədədlərin toplanmasıdır. Baxaq görək. 1, 2, 3, 4 və 5 dənə mənfi ədəd var. Deməli, 5 vurulsun mənfi 1 kimi yaza bilərəm. 5-i də mənfi 1-ə vuranda neçə eləyir? Mənfi 5 eləyir. Bu şəkildə, yəni bir-bir toplamadım. Baxdım ki, 5 dənə eyni ədəd, yəni mənfi 1 var. 5-i mənfi 1-ə vurdum. Neçə etdi? Mənfi 5. Daha sonra B variantına baxıram. 1, 2, 3, 4 dənə mənfi 2 var. 4 vurulsun mənfi 2 neçə edəcək? Mənfi 8 edəcək. Sonra C variantında 12 dənə mənfi 8 nə deməkdir? 12-ni vuracaq mənfi 8-ə neçə edir? Mənfi 96 edir. Sonra D variantına baxırıq. 1, 2, 3, 4, 5 və 6 dənə 9 var. Mənfi 9 var. Mənfi 9-u 6-ya vurdum. Mənfi 54. 1, 2, 3, 4, 5 dənə 15 var. Mənfi 15 var. Mənfi 15-i 5-ə vurdum. Mənfi 75 etdi. Modulları vurdum. İşarədə fərqli, yəni müxtəlif işarələri bir-birinə vuranda ki, müxtəlif işarələrini bizə mənfi verir. Yəni, biri müsbət, biri mənfidirsə mənfi qiymət verəcək. Sonra mənfi 21, 10 dənə mənfi 21 varsa, onu vurarıq mənfi 21-ə. Cavab neçə eləyər? Mənfi 210 edər. Keçək 3-cü tapşırığın izahına. Ədəd oxunda verilən təsvirə uyğun vurma əməlinə aid misal yazın. Cavabı təkrar toplama ilə yoxlayın. Ədəd oxuna diqqət yetirək. Baxırıq ki, ədəd oxunda hər bir, deməli, hər dəfə mənfi bir vahid azala gedir. Belə yaza bilərik ki, mənfi 1
Yəni vurma olması üçün əvvəlcə biz toplama kimi yazmalıyıq ki, onu vurmaya çevirək. Sıfır yazmaya da bilərdim, amma yazdım ki, daha düzgün olsun. 0 + -1 gəlir -1-ə düşür. Sonra üstəgələk bir dənə də -1 gələcək -2-yə. Sonra üstəgələk bir dənə də -1 gəldi düşdü -3-ə. Bir dənə də -1 -1 yazmaq istəyirdim, 4 yazdım. Gəlir düşür -4-ə. Bir dənəsi də gəlir düşür -5-ə. Yəni burada sıfırın mənası yox idi. Sadəcə olaraq sıfırda başlamış dedik. Yəni nəyə görə -1-dən başladığımızı çaşmayaq deyə bax sıfırın özünü də yazdım. Amma onsuz da sıfırın üstünə gəlsə verilmiş ədədin özünü verəcək. Yəni burada sıfırın bir mənası yoxdur. Sadəcə olaraq özüm qeyd etdim ki, rahat başa düşək. -1 baxırıq neçə dənə var? 1, 2, 3, 4, 5 dənə -1 var. Deməli 5 vurulsun -1 edəcək neçə? -5 edəcək. Bu şəkildə cavabı təkrar toplama ilə də yoxlayın deyir. Yəni onsuz da mən əvvəlcədən yoxladım. Yenə də təkrar yazmağım onsuz da eyni şeydir. Sonra B-yə baxaq. B variantında baxırıq ki, burada artıq 1-1 deyil. 3-3-dür. Yəni 3 addım irəliləyir. Baxırıq gör geriyə gedir özü də. Sıfırdan geri getdiyi üçün -3 üstəgələk. Nə yaza bilərik? Yenə -3 gəlir görürük -6-ya düşür. Üstəgələk -3. Bu da neçə idi? 3 vurulsun -3. Yəni 3 dənə mənfi vurmaya çevirməli olduğumuz üçün yazırıq. Deyir -3 dəfə 3-ün 9, -9-a. Yoxlama deməkdir ki, yəni -3 isə -3 gəldim, -6 üstə də -3 gəldim. -9 görürəm ki, 3-ü də həqiqətən -3-ə vuranda -9 edir. Yoxlamaq bu şəkildədir. Da keçdi. Sonra 4-cüyə baxaq. Fikirlərdən hansı doğrudur? Nümunələrlə izah edin. İki vurğudan biri -1 olarsa, hasil digər vurğun əksi olan ədədə bərabərdir. Bəli. Niyə görə? Baxın. Doğrudur. Baxın, ixtiyari bir dənə vuruq götürək olsun 5. Digər vuruq isə -1-dir. Necə olacaq 5-i mənfi bura vuranda? Onsuz da 5-i 1-ə vuranda ədədin özünü verəcək 5. İşarə də mənfi olduğu üçün -5. Görürük ki, doğrudur. Və yaxud da 5 olmasın, olsun -5. Ya da -3. -3 vurulsun -1. -3-ü -1 vuranda 2 dənə mənfi işarələr müsbət olur. 3-ü vura vurduq 3. Baxırıq həqiqətən birincinin əksi olan qiymət alındı. Birincinin əksi olan qiymət alındı. Hər iki halda da ödəndi. Gördük ki, bəli ödəndi. Deməli, doğrudur. Sonra B-yə baxaq. 3 eyni işarəli ədədin hasili müsbət ədəddir. 3 eyni işarəli ədədin, baxaq, məsələn, 3 dənə mənfini bir-birinə vursam, bizə müsbət verərmi? Xeyr, verməz. Niyə? Mənfini mənfiyə vuraram, bura edər müsbət. Bu müsbətlə bu mənfini vuraram, edər mənfi. Həmişə mənfi verər. Əgər həmişə daha doğrusu yəni ədədlərin hər üçü mənfidirsə, həmişə qiymətimiz mənfi olacaq. Müsbət olsa, amma bəli, 3 dənə müsbəti bir-birinə vuranda həmişə müsbət verir. Bu deməli ifadəmiz doğru deyil. Vuruqlardan biri 0 olarsa, hasil 0-a bərabərdir. Təbii ki, belədir. 0 nəyə vursan 0 verəcək. Fərq etməz. Bu ifadəmiz də doğrudur. Keçək növbəti tapşırığımıza. Eyni işarəli davam ədədlərin vurulması. Biz bilirik ki, eyni işarələri mənfiyə də vuranda burada cədvəlimiz də var. Bu cədvəlləri bayaq yazmışdıq. Yəni bunlara uyğun da həmişə yadımızda saxlayırıq. Mənfini mənfiyə müsbət, müsbəti müsbətə müsbət, mənfi ilə müsbətin hasili bölünməsi də mənfi ədədlidir. Amma həddlərdən asılı olaraq dəyişir. Bunu dediyimiz 2 həddə aiddir. 3-də artıq yoxlayırıq. Mənfi 3-ü mənfi 7-yə vuranda neçə edəcək? Mənfini mənfiyə vuranda onsuz da müsbət olur. 3-ü 7-yə vurdum 21. 2-ni 1-ə vurdum 2. İşarələr də müsbətə çevrildiyi üçün 2. 5-i 4-ə vurdum 20. Mənfini mənfiyə vurduğum üçün müsbət eləmişdi. Oldu müsbət 20. 4 dəfə 4-üm 16. Mənfi 4-ü mənfi 4-ə vuranda deməli 16 edir.
-6 vur -8, 48. -9 11'ə vuranda 99. -14 16'ya vuranda 6 və 4 24. 6 84. Müsbət 84. 7'yi 12'ye vurdum. Bu da edəcək 84. Sonra -13'ü -5'ə vurdum. 65. 18, -18'i 10 -10'a 180. Hamısı da müsbət edir. Nəyə görə? Bütün hədlər çünki mənfidir. 2 dənə mənfi də bir-birinə vuranda müsbət edir. Müqayisə edin. -3'ü 5'ə vuranda edir -15. -15. -5'ü -3'ə vuranda da edir -15. Bunlar bərabərdir. -4'ü -5'ə vuranda -20 edir. -6'nı -4'ə vuranda -24 edir. -24 kiçikdir -20'dən. 2'ni 12'ye vuranda -24 edəcək. -4'ü 7'ye vuranda -28. -24 böyükdür -28'dən. -20'ni modulda -4 üzərinə gəlsək. Modulda -4 4 verir. -20'si də 4 -16. -1'i -16 yerində müsbət 16. 2 dənə mənfi, yəni müsbət oldu. Təbii ki, müsbət həmişə mənfidən böyükdür. 5'i -6'ya vuranda -30 edir. -16'dan 16 çıxanda -32 edir. -30 böyükdür -32'dən. 16'nı modulda 4'ə vuranda, modulda -4'ə vuranda, yəni müsbət 4 olduğu üçün 16 4'ə vurma kimi olur? 64. -8 9'a vuranda -72. -72 də kiçikdir 64'dən. Yəni 64 mənfili ədəddən böyükdür. Müsbət mənfidən həmişə böyük olur. 92'dən bu qədər. Keçək 93'ə. Deməli, 7-ci tapşırıqla davam edirik. Boş xanalara uyğun ədədləri şifahi tapım yerinə yazmaqla cavabı yoxlayın. Nə deyir? Deməli, boş xana verilib. Hansısa ədədi -2'yə vuranda -6 edir. Hansı ədədi -2'yə vursaq -6 edəcək? Təbii ki, 3'ü, müsbət 3. İşarəsi müsbət olacaq. Bunu tapmaq üçün necə yoxlaya bilərik? -6'yı -2'yə bölsək müsbət 3 edir. Daha sonra boş xananı -3'ə vurmuşuq, müsbət 9 edib. Deməli, bura -3 imiş ki, -3'ü -3'ə vuranda müsbət 9 edir. Bunun üçün yoxlamaq üçün 9'u -3'ə böləndə -3'ü almış olarıq. -8'i nəyə vursam -24 edəcək, müsbət 3'ə. Əks işarəlilər, yəni biri müsbət, biri mənfidirsə mənfi edir. Sonra nəyi -20'yə vursam -60 edər, müsbət 3'ü. Yəni 3 dəfə 20 yoxlayaq baxın. 3 dəfə 20 60. Biri müsbət, biri mənfi, mənfi verir. -60. Sonra nəyi -10'a vursam 50 edər, -5'i. Nəyi deməli neçə -12'ni nəyə vursam 0 edər, 0'a. Sonra burada -4'ü nəyə vursam -16 edər, elə -4'ün özünə. -14'ü nəyə vurmuşam? Müsbət 2'yə edib -28. Sonra diqqət vurmanın xassələrini tam ədədlər üçün də tam ədədlər üçün öyrənilir. Yəni bu yerdəyişmə, qruplaşdırma, paylama, sıfıra vurma, vahidə vurma. Təbii ki, biz bunların hamısını bilirik. Qrupların yerini dəyişsək, deməli, qiymətimiz, hasilimiz dəyişmir. Qruplaşdırma xassəsini də bilirik. Eyni zamanda paylama və 0 nəyə vursan 0 verir və vahidi də nəyə vursan ədədin özünü verir. Burada belə bir fikirləşi hissəsi var. Mənfi vurguların tək yaxud cüt sayda olması hasilin işarəsinə necə təsir edir? Nümunələrlə izah edin. Fikirləşək, baxaq ki, bax, -2 vur, -2 vur, -2. Əgər bax, fikirləşsək görərik ki, əgər tək saydadırsa mənfi, o zaman bizə qiymətimiz mənfi verəcək. Qiymətimiz -2 -2'yə vuranda müsbət 4 edir. 4'ü də -2'yə vuranda -8 edəcək. Görür ki, həqiqətən doğrudur, -8 edir. Yəni, ümumiyyətlə, həmişə müsbət olarsa, onsuz da müsbət edir. Amma mənfi də fərqli dəyişir. Əgər mənfinin üzəri cütdürsə,
Qüvvət üstü nə deməkdir? Elə həmin ədədin verilmiş, baxın bu mənfi ədədin verilən cüt sayda bir-birinə vurulması deməkdir qüvvət. Üstü cütdürsə müsbət, üstü təkdirsə bizə mənfi verir. Amma yenə də bu yəni mənfini yazdıq. Bir dənə də tək cüt olsun. -1, burası -1, burası -1, burası -1. Baxırıq elə -1 üstə 4 deməkdir. Cütdür. Onsuz da -1, -1-ə vuranda -1, -1 -1-ə vuranda -1. Bir də almış -1, -1-ə vuranda bir -1. Həqiqətən -1 üstə 4 müsbət 1-ə bərabərdir. Hasili tapın. 8-ci tapşırığa baxaq. Yəni hasilləri tapmaq üçün əvvəlcə qiymətləri bir-birinə vururuq. İşarəsini tapmaq üçün isə baxırıq. Əgər mənfi, deməli, mənfi işarələrin sayı təkdirsə, deməli, hasilimiz tək mənfidir. Cütdürsə müsbət olur. Baxırıq ki, 1, 2, 3 dənə mənfi var. 3 dənə mənfini bir-birinə vursaq, onsuz da mənfi qiymət almalıdır mütləq. Mənfi 4-ü -2-yə vurmuşuq. Yəni görürük, həqiqi yoxlamaq üçün deyirəm. Baxın, müsbət 8 edəcək. Müsbət 8-də -3-ə vuranda -24 edəcək. Görürük ki, həqiqətən mənfilədir. Amma qaydada da deyilir ki, ədədlərin modulları vurulur. Sonra da işarələrin sayına, mənfi işarələrin sayına baxırıq. Say təkdirsə, deməli qabağına mənfi yazırıq. Cütdürsə müsbət. Gördük ki, həqiqətən təkdir deyə mənfi yazıldı. İndi keçək özümüz artıq birbaşa qayda ilə yazaq. 3 dənə mənfi var. Deməli, avtomatik mənfidir. Faydamız 2-yi 5-ə vurdum 10, 10-u da 6-ya vurdum 60. Cavabımız -60. Daha sonra -7, 5, -6. Görürəm ki, cüt saydadır, yəni mənfi işarəmiz. Deməli, müsbət edəcək. Müsbət. 7-yi 5-ə vurdum 35, 35-i də 6-ya vurdum 210 etdi. D variantına baxıram. 1, 2, 3, 4 dənə mənfi var. Sayı cütdür. Deməli, müsbət qiymət alınır ifadəmizin qiymətində. 2-ni 8-ə vurduq 16, 16-nı 3-ə vurduq 48, 48-i də 4-ə vurduq. Neçədir? 48 dəfə 4-ün 192. Sonra keçirik növbəti 9-cu çalışmaya. Hesablama parmadan hasilin müsbət və ya mənfi olduğunu müəyyən edin. Hesablama parmadan ancaq mənfilərin sayı ilə müəyyən edə bilərik. Baxırıq ki, -2, -6-ya müsbət 12 elədi. 5-i -3-ə -15 elədi. 6, -8, -8, -2 dənədir. Deməli, bura müsbət eləyəcək. Qiyməti tapa bilərik ki, 6-yı 8-ə 48, 48-i də 8-ə. Deməli, 384, müsbət 384. D-yə baxıram. Baxıram, bir dənə mənfi varsa qiymətimiz elə mənfi olacaq. Çünki 1 elə özü tək ədəddir. Hesablasaq da edəcək -225. Y variantına baxıram. 1, 2, 3 dənə mənfi var. Tək saydadır. Yenə mənfidir. 2-ni 4-ə vurdum 8, 8-i 10-a vurdum. -80 qiymətini almış olarıq. Bizdən sadəcə işarəli soruşduğu üçün mən indi işarələrini dedim. Bizə deyir ki, hesablama aparma. Şifahi hesablayım. Baxırıq. -2, -6, 5. İşarələr görürük ki, 2 dənə cüt saydadır. Onsuz da müsbət verəcək ki, 6-ya vurdum. Mən praktik olaraq 6-yı tez 5-ə vuraram 30, 30-u 2-yə vuraram 60. Sonra şifahi baxıram 0-dır. Bir dənə 0 varsa, deməli hamısı 0 olur. Yəni heç hesablamağa dəyməz. Cavabımız, hasilimiz 0-dır. Sonra C variantına baxıram. Bir dənə işarə mənfidir. Deməli, elə bir dənə mənfi varsa, ümumi qiymətimizin işarəsi mənfi olacaq. 25 ilə 4-ü bir qruplaşdırsam 100, 100-də 7-yə vuraram 700. 2, 1, -15. Baxıram, bir dənə mənfi varsa ilə mənfiləyəcək qiymətim -30. Sonra Y variantına baxıram. 18, -50, -2. 2 dənə mənfi varsa müsbətə çevrildi. 50-yi yenə 2 ilə qruplaşdırdım 100. 18-ə vurdum 1800. Burada 0 var. 0-a bərabər olacaq. -12, -8, -125.
Baxıram 3 dənə mənfim varsa, avtomatik bu qiyməti olacaq mənfi. 125-i 8-ə vura bilərəm ilk öncə. Neçə edir? 1000 edir. 1000-i də 12-yə vuranda 12.000 edəcəkdir. Buradan sığması üstdən yazım. Bərabərdir mənfi 12.000. H variantına baxıram. Mənfi 2, mənfi 4, 5, mənfi 25. İşarələrin baxıram sayı təkdir. Deməli qiymətin mənfi olacaq. 4 ilə 25-i bir qruplaşdırsam 100, 2 ilə də 5 10 edir. Onu da 100-ə vuranda 1000 edir. Mənfi 1000 cavabını almış oluruq. Sonra keçdik 11-ci tapşırığa. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Baxırıq, dəyişənim m bərabərdir mənfi 3 qiymətinə 2 vurulsun mənfi 3 neçə edir? 2-ni mənfi 3-ə vursam mənfi 6 edir. Sonra n-in mənfi 7 qiymətində, baxın, n-in mənfi 7 qiymətini qoysam yerinə, mənfi 7-ni mənfi 7-yə müsbət 49 edəcək. C variantı mənfi 5. Mənfi 30 mənfi 5-ə vuranda 2 dənə mənfi müsbət olur. 30 da 5-ə vuranda 150. K-mız mənfi 3-dür. Baxaq. K-nın özünün qabağında mənfi var. Bir dənə də mənfi 3 özünün qiymətidir. Vurulsun 9. Mənfi mənfiyə vur müsbət edir. 3-ü də 9-a vurdum 27. Sonra Y variantında B-nin mənfi 12 qiyməti mənfi 4 vurulsun mənfi 12 müsbət 48 edir. Sonra C-nin özü mənfi 2-dir. Bir dənə də qabağında mənfi var. Bu mənfi aparır. Deyir müsbət 2. Baxın, bu hissə oldu müsbət 2. Mənfi 45-i də müsbət 2-yə vuranda mənfi 90 o deyəcəkdir. Bu səhvədən də bu qədər. Növbəti səhvəyə keçək. Burada da deməli öyrənmə hissəsi var. Onu özünüz oxuyarsınız. İşarələr onsuz da vurmada olduğu kimidir. Sadəcə modulların bir-birinə bölüb işarələri də bayaq keçdiyimiz bu qaydaya əsasən baxırıq. Deməli, eyni işarələrin qiyməti müsbət, müxtəlif işarələrin qiyməti isə mənfi qiymət alır. Təbii ki, 2 həddi ifadələrdən gedir. Keçək 12-ci tapşırığa, qisməti tapın. Mənfi 20-ni biraz rəngi dəyişək, gözümüz çox yorulmasın. Hansı rəng yazaq? Yaşıl yazaq bəlkə bu dəfə də. Mənfi 20-ni mənfi 4-ə bölsəm neçə edər? Baxın, 2 eyni işarədirsə avtomatik müsbət edəcək. 20-ni də 4-ə vururam, modulları bölürəm. Mənfi 5. 18, mənfi 18-i 2-yə böləndə işarə mənfi, 18-i 2-yə böldüm 9. İşarələr görə meyilli müsbət eləyəcək. 28-i 1-ə böləndə 28. İşarələr eynidir, müsbət etdi. 33-ə böldüm 10. 0-ı nəyə bölsəm 0 verir. Mənfi 35-i 7-yə böldüm mənfi 5. Mənfi 28 mənfi 14-ə müsbət 14-ə böldüm mənfi 2. Mənfi olsaydı müsbət edir. Mənfi 14-ə bölmüş olsaydıq qiymətimiz müsbət 2 edərdi. Mənfi 100-ü 10-a böləndə mənfi 10. Mənfi 76-nı mənfi 4-ə böləndə mənfilər deməli müsbətə işarəmiz müsbət olur. İkisi də mənfi olduğu üçün 76-yı 4-ə bölürəm 1, 9, 19. 38-i mənfi 1-ə böldüm mənfi 38. Keçək növbəti tapşırığa, tənliyi həll edin. 3 vurulsun x bərabərdir mənfi 15. Vuruq hasil. Məhsul vuruğu tapmaq üçün hasili, yəni mənfi 15-i bölməliyik məlum vuruğa. X də bərabərdir mənfi 15-i 3-ə böldükdə mənfi 5 edəcək. Yoxlasaq 3 vurulsun mənfi 5 həqiqətən mənfi 15 edir. Bu birinci. Sonra mənfi 2 vurulsun D, mənfi 2 vurulsun D bərabərdir mənfi 12-yə. D nəyə bərabərdir? Vuruq, hasil məhsul vuruğu tapmaq üçün mənfi 12-ni bölürük mənfi 2-yə. D də bərabər olur 6. Artıq yoxlamıram. Daha sonra növbəti tənliyin izahına baxaq. Deməli, bölünən, bölən, qismət. Burada görürük ki,
Məhsul böləni tapmaq üçün bölünəni qismətə bölməliyik. Z də bərabər olacaq müsbət 7 yoxlaya da bilərik. Özünüz yerinə qoyun, yazın, yoxlayın. -8 vurulsun A bərabərdir 0. Vuruq hasil. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. 0-ı nəyə bölsək 0 verir. Deməli A özü 0-a bərabər imiş. N bölünsün 6 bərabərdir -1. Bölünən bölən qismət. Məhsul bölünəni tapmaq üçün qisməti bölənə vururuq. İndi bərabərdir -6-ya. 2 vurulsun 5 vurulsun y. 2 vurulsun 5 10 vurulsun y deməkdir. -20. Vuruq hasil. Məhsul vuruğu tapmaq üçün -20-ni bölürük 10-a. Y də bərabər olacaq -2-yə. Deməli 13-cü tapşırıq da sonlandı. Keçirik 14 və 15-ci məsələ izahlarına. Havanın temperaturu gecə yarısı 1 dərəcə oldu. 3 saat ərzində hər növbəti saatda havanın temperaturu 2 dərəcə aşağı düşdü. Deməli 3 saat ərzində hər növbəti saatda. Bizdən istənilən 3 saatdan sonra havanın temperaturu nə qədər olar? Bir də saat neçədə havanın temperaturu -3 dərəcə oldu. Növbəti səhifədən gəlin yazaq. Deməli havanın temperaturu gecə yarısı, yəni 00-da, belə deyək, 00:00-da neçəymiş? 1 dərəcəymiş. 1 dərəcəymiş və növbəti hər 3 saatda, yəni saat 1, gecə 1-də, 2-də, 3-də hər dəfə 2 dərəcə aşağı düşür. Belə yaza bilərikmi ki, hər birində 1 üstəgələk -2 üstəgələk. Bax elə bilin ki, hər dəfə -2 dərəcə bundan aşağı. Sonra -2 dərəcə aşağı düşüb neçə olub? Deməli -1 olub bu şəkildə. Yazaq -1. Sonra -2 üstəgəl -2. 3 saatın sonunda nə qədər olacaq? 1 üstəgələk, bunu da vurmaya çevirsək, artıq vurmanı keçmişik deyə. 3 vurulsun -2, -6 edir. 1-in üstə də -6 gəldikdə -5 dərəcə. Deməli 3 saatın sonunda, 3 saatdan sonra bizim deməli temperaturumuz -5 olacaq. Bizdən ilk istənilən odur 3 saatdan sonra temperatur -5 dərəcə. Saat neçədə havanın temperaturu -3 olub? Yəni baxın, bir dəfə gəlmişik, -1 olub saat 1-də. 01:00-da. Sonra 02:00 qoy yazaq ki, görünsün və 03:00. Deməli -1 dərəcəyə düşüb saat 1-də, 2 dərəcədə -1, yenə 2 dərəcə aşağı düşdüyü üçün -3 olub və 2 dərəcə aşağı düşüb -5 dərəcə olub. Deməli saat 2-də -3 dərəcə olacaqdır. 02:00. Bu şəkildə keçək növbəti məsələyə. Deməli, dalğıc 1 dəqiqədə 6 metr üzməklə 3 dəqiqəyə suyun səthinə qalxdı. 1 dəqiqədə 6 metr üzüb. 3 dəqiqə üzüb çatıbsa 3 vurulsun 6, deməli 3 dəqiqə ərzində 18 metr üzüb. Onun suyun səthindən olan səviyyəsini necə müəyyən etmək olar? Deməli, o -18 metr dərinlikdə imiş ki, yəni biz bilirik dərin səviyyəsi 0-dan aşağını mənfi götürürük. Deməli 6 vurulsun 3-ü tapırıq 18, hər dəqiqədə 6 metr üzə bildiyi üçün. Yəni hər dəqiqədə 6 üzə bilirsə 1, 2, 3 gəldi çatdı bura. Baxın bir şəkildə 3 dəqiqə, hər dəqiqədə də -6 metr üzə bilir. Deməli -18-də imiş, gəlib çatıb buraya. -6 vurulsun, deməli 6 metrdə biz suyun altıdır deyib -6 yazsaq, -6 vurulsun 3, -18 edər. Yazdım, aydın olmadı, buradan yazdım. -6 vurulsun 3, -18. Deməli, dalğıc -18 metr dərinlikdə imiş ki, deməli 3 dəqiqəyə üzüb səthə çıxıb. Növbəti sual belədir ki, dalğıc suyun səthinə 1 dəqiqə tez çatmaq üçün dəqiqədə neçə metr sürətlə qalxmalı idi? Biz bilirik ki, ümumi deməli bu yolumuz nə qədər oldu? 18, -18, yəni 18 metr idi.
1 dəqiqə tez çatması üçün, yəni 3 dəqiqə çatıbsa 2 dəqiqə çatması üçün deməli biz, sürətimizi tapırıq. Neçə metr, dəqiqədə neçə metr dediyi üçün elə heç dəqiqəni saata filan çevirməyə ehtiyac yoxdur. Eee, 18 metr ümumi gedişimizdir. 2 dəqiqəyə bölürük, edir 9 metr bölünsün dəqiqə. Deməli, sürəti 9 metr dəqiqə olsaydı, gəlib 2 dəqiqəyə dənizin səthinə çıxardı. Cavabımız da ikinci suala 9 metr dəqiqə. Bu şəkildə bu mövzuların izahını verdik. Növbəti videolarda görüşənədək sağ olun.